Здравствуйте. Меня зовут Рамис Хатамзаде, я пишу музыку, стихи и занимаюсь созданием одежды. Но именно музыка всегда являлась для меня особым методом самовыражения. Зачастую, глядя на различные фотографии или снимки, даже просматривая фильмы, у меня возникают различные ассоциации, возможно, набор мелодий, аккордов, сочетания. И может для кого-то это странность, признак психического расстройства, но лично, на мой взгляд, это очень интересный метод познания, видения мира. В данный момент я работаю над альбомом, очень особым альбомом для меня, потому что он вдохновлен эстетикой такой южной готики, и американы, и блюз-кантри. Мой отец, например, работает в сфере стрит-стайла и документалистики. Но, возвращаясь к тематике без рамок, мне кажется, творчество не должно иметь какие-либо ограничения в плане стиля, жанра или направления, потому что рано или поздно это приведет к самокопированию, и различные эксперименты, которые и мой отец, и я проявляем в своем творчестве, может и повлиять и на вас в том числе. Я бы хотел бы в это, по крайней мере, верить. Мой отец очень талантливый фотограф, и узнав про возможность поучаствовать в такой выставке, где и мое творчество, и творчество отца будет в таком синтезе, я сразу был на это согласен. Учитывая то, что большую часть времени я не проживаю в Азербайджане, для меня это фактически уникальная возможность. Я хочу, чтобы на этой выставке было больше иммерсивности, и, надеюсь, моя музыка поспособствует этому, чтобы, смотря на изображения, сделанные моим отцом, вы ощущали себя частью этих самых снимков, а не только наблюдателем. У слушателей может возникнуть ощущение, что моя музыка — это сплошная тьма, мрак. Лично, на мой взгляд, это скорее борьба с этой самой темнотой, которая может окружать нас и быть частью нас самих. И способ найти свет во всем этом. Salam, mənim adım Elnarədir. Rəsmlə uşaqlıqdan məşğul oluram. Rain kimi isə əsərlərimi imzalamaq uşaqlıq arzum olub. Bəzən elə olur ki, getdiyim məkanlarda maraqlı üz cizgiləri olan insanları müşahidə edirəm. Onların etüdlərini çəkirəm. Bir neçə texnikanı bir portretdə birləşdirirəm. Çox əsərlərim də tünd rəngdədir, çünki düşünürəm bu mənim tərzimin bir hissəsidir. Əsərlərin hansı material üzərində çəkildiyinin elə də önəmi yoxdur. Məncə əsas olan odur ki, təsvir etdiyin insanın daxili dünyası və simasındakı o ruhu canlandıra bilməkdir. Hər bir rəssam kimi mən də akademik səviyyəni öyrənmək istəyirəm ki, çərçivələri sındırım. Mən ona görə bu sərgidə iştirak etmək istəyirəm ki, mənim öz əsərlərimdə də çərçivə yoxdur və düşünürəm ki, bu sərgidə mütləq iştirak etməliyəm. Salam, mən Bistan Əksişıq, 25 yaşım var. Fotoqrafiya ilə 2022-ci ildən sonra məşğul olmağa başlamışam. Onda mənim həyatım baş-ayaq oldu və özüm üçün yeni bir dünyanı anlamaq və kəşf etmək üçün fotoqrafiyada başladım.
Əvvəl bu sadəcə insanları, mədəniyyətləri, hekayələri qeyd etmək üçün bir vasitə oldu. Amma sonra anladım ki, fotoqrafiya daxili dünyamı, şuuraltımı öyrənməyə və kəşf etməyə imkan verir. Analoq fotoqrafiyası mənim üçün bu çərçivələrdən biridir. Mənim şəkillərimin sayı məhduddur. Cəmi 36 qalır. Hər addımda hansısa bir problemlər çıxa bilər. Ekspozisiya edəndə, fotolenti yuyanda, fotobölücüdə çap edəndə. Ancaq bu məhdudlar mənim üçün yeni üsullar və xüsusi davranış yaradır. Özümə təxəllüs seçəndə əks işıq seçdim. Çünki yaradıcılığım şuuraltımın və daxili dünyamın bir əks sədası kimidir.